Sabahın xeyir olsun. Necəsən? Baxın, bir daha sabahınız xeyir, çox təşəkkür edirəm. Sizə gördüm daha yaxşı oldum. Mən də bizi ekran qarşısında izləyən dəyərli televiziya tamaşaçılarımızı salamlayıram. Dünya Televiziyasının rəhbərinə dərin təşəkkür edirəm. Vallahi burada doğum məkanında olmaq çox xoşdur, sizlərin qarşısında olmaq. Çox sağ ol, salamlayıram hər kəsi. Qardaşımızı da salamlayıram. Dəyərli səs rejissorumuzu salamlayıram. Birazdan təqdim edəcəyik sizi, hər kəsi. Buyurub əyləşə bilərsən, zəhmət olmasa. Dəyərli tamaşaçılar, sabahlarınız xeyirə uğurlu açılsın. Hər kəsi salamlayıram. Uğurlu iş günü arzu edirəm hər birinizə. Gününüz uğurlu olsun inşallah. Əhval-ruhiyyəniz gözəl olsun. Hər zaman hər şey gözəl olsun sizin üçün və ələxüsusda bu günləri bizim daimi tamaşaçılarımız üçün, daimi seyircilərimiz üçün. Səhər-səhər bütün kollektivimizə də pozitivlik arzu edirəm. Mehriban olaq uşaqlar, səmimi olaq. Bütün aqressiyamızı, hirsimizi kənara ataq. Hər şey gözəl olsun inşallah bu günləri hər birimiz üçün. Təşəkkürlərimi bildirirəm səhər-səhər. Çox əziyyət çəkən insanlar var. Bax, mən o insanların əziyyətini mütləq şəkildə qiymətləndirməliyəm, dəyərləndirməliyəm. Bu günləri bax, bu saç düzümümə görə təşəkkürlərimi bildirəm. Sumqayıt şəhəri 4-cü mikrorayonda yerləşən studiyadan Vəfa xanıma dərin təşəkkürlərimi bildirəm. Vəfa, öpürəm səni çoxlu mənim əzizim. Səhər-səhər həqiqətən də elə biz aparıcılar üçün də, müğənnilər üçün də, ümumiyyətlə efrimizə dəvət etdiyimiz bütün qonaqlar üçün də səhər yuxusu şirin olur da. Səhər yuxudan oyanmaq biraz çox çətin olur, amma mən sənə dərin təşəkkürlərimi bildirəm ki, hər səhər gəlirsən, əziyyətimi çəkirsən, çox sağ ol və xanımlarımıza da özümü tutub söyləyirəm ki, getdiyiniz məkandan asılı olmayaraq, geyindiyiniz bütün geyimlərə uyğun olaraq sizi istədiyiniz ünvana bəzəyəcək, düzəyəcək və göndərəcək istədiyiniz şəkildə. Artıq illərdir ki, bu xanımla çalışıram və çox da böyük zövq alıram, çox da xoşdur mənim üçün. Bütün ailə üzvlərimi, yaxınlarıma da hər zaman tövsiyəm odur ki, elə həmin xanıma müraciət etsinlər. Ümumiyyətlə, kollektiv çox gözəl kollektivdir, çox səmimidir və müsbət, çox gözəl aura var orada və bu günlərdə bax belə fərqli saç dizimi ilə məni sizin qarşınıza göndərdi. Bir daha təşəkkürlərimi bildirirəm və ünvanı xatırladım. Sumqayıt şəhəri 4-cü mikrorayon studiya Vəfa xanıma, vizaristim, dərin təşəkkürlərimi bildirirəm bir daha. Əziz tamaşaçılarımız, birazdan sizə sponsorlarımdan danışacağım, verilişimin baş sponsorundan danışacağım, gözəl mebil məkanlarından danışacağım və gözəl xanımlarımız ekrana yaxın əyləşsinlər. Dünəndən etibarən artıq bizə qoşulan daha bir sponsorum var ki, o da Belinay Estetik Mərkəzdir ki, çox gözəl bir mərkəzdir. O da birazdan geniş şəkildə, ətraflı şəkildə sizlərin hər birinə məlumat verəcəm. Bu günləri maşallah qonaqlarım çoxdur. İstəyirəm vaxt itirmədən qonaqlarımı dəvət eləyim, gəlsinlər və söhbətlərimizi daha sonra davam elətdirək. Bu günləri istəmədim xüsusi olaraq hansısa bir mövzuya toxunaq, elə hər şeydən danışaq, Sərkar. Sənətdən danışaq, yaradıcılıqdan danışaq, uğurlarımızdan danışaq, istedadlı gənclərimizdən danışaq. Çox daxı maşallah olsun bu günləri istedadlı gənclərimiz. Bu günləri elə yığmışam, mənim başıma bütün istedadları maşallah olsun. Və dəvət eləyək. Bilirsiniz ki, Dünya Televiziyası bu sabah ələxsus, bu sabah komandası daima idmançılara diqqət verir, qayğı göstərir və bu günlərdə dəvət eləyəcəm. 2 qat dünya çempionu Məhəmməd Əli İdman Klubunun baş məşqçisi Bəhruz Çırağov gəlsin, zəhmət olmasa. Xoş gəlib, səfa gətirib efrimə. Sağ olun, xoş gördük. Təşəkkür edirəm, yaxşı olun. Buyurun, əyləşin, zəhmət olmasa. Və daha sonra bu sabahın xalq artisti, Laçın İdman Klubunun baş məşqçisi, bilmirəm şair dəvət edeyim, bilmirəm müğənni deyim buna, kim deyim və dəfələrlə Respublika çempionu, Avrasiya çempionu Elgin Çırağov gəlsin. Xoş gəlib, səfa gətirib. Salam, xoş gördük. Salam, hər vaxtınız xeyir olsun, buyurun əyləşin, sizə zəhmət olmasa. Və daha sonra dəvət eləyəcəm. Rəşad Abbasov, bəstəkar, şair, müğənni gəlib, o da efrimizdə xoş gəlib, səfa gətirib. İlk dəfə də efrimdə görürəm, inşallah ki, uğurlu olacaq və davamlı sürətdə efirlərimizdə görünəcək, gələcək. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Buyurun, zəhmət olmasa, əyləşin. Və daha sonra, əziz tamaşaçılarımız, mən Sərkar, zəhmət olmasa, təqdim elə. Dostum, qardaşımdır, hamı bilir artıq sağ əlimdə, Pərviz Qasımov, bizim Pərviz, sizə salamlayırıq. Səyət müəllim, xoş gəlmişsiniz siz də. Bəli, Səyət müəllim də salamlayırıq, həqiqətən də hər zaman toy məclislərinə də gedirəm, Səyət müəllimlə qarşılaşıram, çünki doğrudan da istedadlı insanlara... Gözəl insandır. Gözəl insandır, bəli. Və işini bacaran insanlara hər zaman, hər yerdə, televiziyada da, toy məclislərində də hər zaman ehtiyacı var. Salamlayırıq sizdə Səyət müəllim, xoş gördük sizi. Bu günlərdə şad oldum sizi görməyimə. Və növbəti müğənnimizi dəvət eləmək istəyirəm mən. Gəlsin, amma çox xahiş edirəm ki, ifası ilə bərabər gəlsin. Əbubəkir Əliyev, dəfələrlə efrimizdə görmüşsünüz və bu günlərdə yenidən sizin istəyinizlə dəvət elədim. Buyursun, gəlsin.
maşa ile karıştırın. Yarım menden inciptir, onu menden barıştırın. Yarım menden inciptir, onu menden barıştırın. Şen oynasın ejderem bir, şen oynasın ejderem bir, şen oynasın ejderem bir, şen oynasın ejderem bir. Semavar hal eyleyin, şekerini bol eyleyin. Semavar hal eyleyin, şekerini bol eyleyin. Yarım menden inciptir, dokunmayın yol eyleyin. Yarım menden inciptir, dokunmayın yol eyleyin. Şen oynasın ejderem bir, şen oynasın ejderem bir, şen oynasın ejderem bir, şen oynasın ejderem bir. Semavar yalıştırın, maşa ile karıştırın. Semavar yalıştırın, maşa ile karıştırın. Yarım menden küsüp gitti bay balam, onu menden barıştırın. Yarım menden küsüp gitti bay balam, onu menden barıştırın. Çal oynasın ejderemi, çal oynasın ejderemi, çal oynasın ejderemi, çal oynasın ejderemi. Teşekkür Bəkir, çox sağ ol, minnətdarım. Bu da gözəl alındı ama. Hər zaman fərqli bir repertuarda alışmışdım sənin ifalarını dinləməyə, Türkiyə amma bu da alınır. Məncə bir türklər demiş, denəsən bunu da. Buyur, əyləş zəhmət Çox olmasa. sağ olun. Mən də izləyicilərimizi salamlayıram buradan. Teşekkür edirəm, çox sağ ol, minnətdaram. Əziz qonaqlarım, xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Sizi salamlayacağım və istəyirəm sponsorumuz haqqında sizlərə məlumat verim. Bax, qonaqlarımın sevə-sevə əyləşdiyi, çox rahat, çox gözəl, çox komfortlu, dizaynı gözəl olan Savalan Mebel evinə dərin təşəkkürlərimi bildirirəm. Sumqayıt şəhəri 17-ci mikrorayon Məhəmməd Əsədov küçəsində fəaliyyət göstərən Savalan ailəsinin bütün üzvlərinə salamlarımı göndərirəm, gözəl xanımlara və təbii ki, başda Məhərrəm bəy olmaq şərti ilə. Çox sağ olun mənim əzizlərim, bax bu gözəl divan dəstinə görə. Əziz tamaşaçılarımız, yalnız və yalnız şəxsiyyət vəsiqəsi ilə zaminsiz, arayışsız, elə yerindəcə sənədləşdirməklə gedəcəksiniz. Ürəyinizdən keçən bütün gözəl mebel dəstlərini əldə edəcəksiniz orada və bir özəlliyi də ondan ibarətdir ki, hər ayın 25-i məxsusi olaraq Savalan günü elan olunur ki, həmin gündə xüsusi və möhtəşəm sizi sözün əsl mənasında şoka salacaq kampaniyalar keçirilir ki, tövsiyə eləyərdim, məsləhət verərdim ki, əgər məni dinləsəniz, gedin həmin 25-i, bax o gözəl kampaniyalardan yararlanın. Ümumiyyətlə, nəinki 25-i, elə hər gün orada demək olar ki, kampaniyalar var və ələxüsus da Savalan Mebel evinə təşrif buyurursunuz, söylürsünüz ki, bu mebel dəstini bəyənmişəm, Əminə xanım göndərib. Vəssalam. Yarı qiymətini alırsınız, gedirsiniz. Təşəkkürlərimi bildirəm Savalan Mebel evinə. Çarxımızı izləyək, ardınca isə ifa ilə davam edək.
tamaşaçılar, mən sizi inandırıram ki, Savalan mebel evində gördüyüm, bax bu gözəl, yumşaq dəstlər heç bir mebel məkanında yoxdur. Bu sadəcə bir reklam deyil, həqiqətdir. Rənglər müxtəlif, gözəl, rahatlıq, genişlik, bütün nə ki gözəlliklər var, Savalan mebel evində cəmləşir. Baxın, hazırda əyləşdiyim bu yumşaq mebel dəstinin adı Safirdir. Qiyməti isə 2100 manatdır. Əziz tamaşaçılarımız, bax gördüyünüz bu yumşaq mebel dəstinin özəlliyi də var. Özəlliyi ondan ibarətdir ki, alırsınız yumşaq dəst kimi, amma evinizdə qonaq gəldi, dönüb olur yataq dəsti. Bax, mən bunu praktik şəkildə sizə göstərəcəm, amma təbii ki, bu işdə mənə Məhrəm müəllim yardımcı olacaq. Məhrəm bəy, zəhmət olmasa, gəlin yanıma. Xahiş edirəm, bir bunu tamaşaçılarımıza göstərək. Çox asanlıqla açılır. Məhrəm bəy, bax, bu gözəl dəsti 2100 manatlı qiyməti. Peki, tamaşaçılarımıza indirim eləyək. Eləyək. Bu ayın sonuna qədər biz Savalan olaraq bu mebel dəstinin qiymətini eləyirik 1700 manat. Vəssalam, bundan artıq nə istəyirsiniz? Elə görər, görməz dərhal gəlirsiniz Savalan mebel evinə, bax bu gözəl dəsti 1700 manata əldə edirsiniz. Harada var? Həm yumşaq mebel dəsti, həm yataq dəsti, ikisi bir arada 1700 manata. Biləndə yox, yananda yox, ağlamağın nə faydası, göz yaşımı siləndə yox, hər gecələr fikrindən, gözlərimdə, yuxumda yox, hey baxıram yollarına, nə izin var, nə tozun yox, deyirdi ki, səni sevirəm, bir ömür mən tək səninəm, dediklərin yalan imiş, mən indi tək çarəsizəm, məni bu qədər sevirdisə, niyə getdi, nə haldayam, bilirdisə, niyə getdi, niyə getdi. Həsrətinə dözəmirəm, ürəyimdə dinləməyir, ürəyimə söz deyəmirəm, and içirəm bir Allaha, səni mən çox sevirəm, inan mənə ayrılığı, sənsizliyi istəmirəm, deyirdi ki, səni sevirəm, bir ömür mən tək səninəm, dediklərin yalan imiş, mən indi tək çarəsizəm, deyirdi ki, səni sevirəm, bir ömür mən tək səninəm, dediklərin yalan imiş, mən indi tək çarəsizəm, məni bu qədər sevirdisə, niyə getdi, nə haldayam, görürdüsə, niyə getdi, deyirdi ki, səni sevirəm, bir ömür mən tək səninəm, dediklərin yalan imiş, mən indi tək çarəsizəm. Təşəkkür edirəm Rəşad bəy, çox sağ ol, minnətdaram.
Gedən qoy getsin də. Getsin. Salamlayıram sizləri. Necəsən İlgün? Sabahın xeyir olsun. Tamaşaçıları salamlar, zəhmət olmasa. Tamaşaçıları salamlayıram, bizə baxan dostlarımızı, bütün hər kəsə salamlar, Azərbaycan xalqına salamlar və Zəhra xanıma da salamlayıram, buradan bizi izləyir, dostumuzu. Aha, bizə salamlarımızı göndərin. Sən demək kimi dilin sonra başqa bəla olacaq. Salamlayırıq sizi də, xoş gəlmişsiniz, tamaşaçılarımızı da salamlayın. Sağ olun, minnətdaram ki, bizi yenidən bura dəvət etdiniz. Dünya TV-nin rəhbərliyinə minnətdarlığımı bildirirəm, sizə minnətdarlığımı bildirirəm, Əminə xanım. Ekran başında oturan bütün tamaşaçılara salamlayıram. Belə. Təşəkkür edirəm. Sərkər buyur, sən də zəhmət olmasın. Mən də bir daha salamlayıram hər kəsin, sabah xeyir olsun. Həqiqətən burada çox bir xoşal bu hava var. İnşallah bundan sonra daha yaxşı olacaq. Gözəl ifalarımız olacaq qarşıda, oynaq papirlərimiz. Belə. Hər şey gözəl olacaq bu günləri. Buyur, zəhmət olmasa, Rəşad, tamaşaçıları salamla. Mən də salamlayıram tamaşaçılarımızı. Mikrofonu zəhmət olmasa. Götür və buyur. Buyur. Mən də salamlayıram tamaşaçılarımızı. Bayaqki bizim mənim mahnılarımda əziyyət çəkən, aranjirovkalarında aranjimançı Əbülfəz Sadiqə təşəkkür edirəm. Rabil qardaşımıza təşəkkür edirəm. Bu bayaq oxuduğum Çarəsizan mahnısının sözləri mənə aiddir. Musiqisi Təbrizə, qardaşımız da o da bizim. Keçən dəfəki verilişdə oxumuşdum. Deməmişdim, biraz inciklik düşmüşdü. Küsəyənçilik eləmişdi. Ona görə də qoydum. Mən də təbrik edirəm. Siz də dəvət edib çağırdığınız üçün sizə də böyük təşəkkür edirəm. Şairsiz eyni zamanda. Şair deyəndə də yazırıq da özümüz üçün. Gənc, yəni həvəskar şairdir adlandıran. Bəli. Yazırsınız. Yəni özünüz yazıb özünüz ifa edirsiniz, başqasına vermirsiniz. Elə yaxın insanlar olanda. olanda... Birinin ürəyindən keçdi, söylədi ki, ay Rəşad, bir şeir yaz mən üçün. Baxır da, adamına baxır. Adamına baxır. Gözəl cavab idi, adamına baxır. Əbubəkir, buyur, zəhmət olmasa. Mən də izləyicilərimizi salamlayıram. Sizi salamlayıram, qonaqlarımızı salamlayıram. Rejissorlarımızı, rəhbərliyi salamlayıram. Belə, biz keçən dəfə dedik öz sözlərimizi. Tamaşaçılarımız təbii ki, yenə görmək istəyirlər, dəvət etməyimi istəyirlər. Biz də təbii ki, sizin istəklərinizə uyğun olaraq insanları dəvət edirik. Bu günlər bax, söylədim dəvət eləyəndə də. Elgün, sən xahiş edirəm, bir vəzifəvi, ixtisaslı söylə görüm mənə. Mən bilim də. Mən ali təhsilliyəm, buxaltıram. Maliyyə kredit ixtisası üzrə, amma hal-hazırda fəaliyyətim idman fəaliyyətindən bağlıdır. Yaman şeylər yazırsan, səni o təbə gətirən kimdir belə? Yox, elə olur da, birdən nələrsə olur, yazırıq da. Bugün də deyəcəksən amma şeir. Bugün... Gözəl müşahiyyət olacaq, Sərkar, yəqin ki. Hazırlıqda deyiləm, amma bir şeylər var cibimizdə. Bir şeylər deyərik. Problem yoxdur. Mən deyə bilərəm. Ay maşallah. Bu Azərbaycan gəncləri istedaddır. Mən deyirəm heç kəs belə olmaz. İdmançılar biraz sərt düşünür, amma bəzən qəlbləri biraz yumşaqdır. Xeyr, mən elə düşünmürəm. Artıq yəni dəfələrlə idmançılarla təmasda olduqma görə deyə bilərəm ki, elə həqiqətən də çox qəlbi kövrək olan insanlardan biri də məhz idmançılardır. Biraz müğənnilər də o sərt olanlar, qəlbləri daşdan olan. Sad ifaçısı deyəndə məsələn şairlik keçir, dastançılıq keçir insanların ruhundan. Siz təsəvvür ki, bizim icmaçı qardaşlarımız şeir yazır, mən sad ifası şeir deyə bilmirəm. Niyə? Niyə görə Sərkər? Nə bilim valla. Sən özünü kökləmirsən ona görə. Olar. Bizim kurslara yazmaq lazımdır. İnşallah. Fəhruzun kurslarına yazılıb mütləq şəkildə. SMS yazır tamaşaçılarımız, istəyirəm SMS-ləri səsləndirim. Salam əleyküm, necəsiz? Hayırlı sabahlar olsun, qardaş Türkiyədən iyi günlər diləyiriz. Əbubəkir Əliyevdən Türk şarkısı bəkliyorlar səndən. Ay Əbubəkir, zəhmət olmasa. Salam Əminə xatun, qonaqlarınızı salamlayıram. Dünya TV-nin rəhbərliyinə təşəkkür edirik. Əbubəkirin mahnılarını çox bəyənirik. Saatlı rayonunun Adıgün kəndindən Fərman İbrahimov bax bunu bizə yazdı. Sabahınız xeyir olsun. Mən oğlum Əbubəkir oğlumu çox sevirəm. Onun həmişə adını, səsini eşitmək, görmək istəyirəm. Oğlum qürurumuzdur. Anası Gülgəz xanım yazdı bizə. Salamlayırıq bizi. Sağ olsun, sağ olsun. Mən də onu sevirəm, çox sevirəm. Salamlayırıq, öpürük sizi çoxlu-çoxlu. Sabahınız xeyir Əminə xatun xanım, necəsiz? Əbubəkir Əliyevin səsini çox bəyənirik, heyranlıqla izləyirik. Qonaqlarınıza da salamlar. Bakıdan Əlləzov Daşdəmir bax bunu bizə yazdı. Çox sağ olsun. Əbubəkir maşallah olsun.
Başarıların davamlı olsun, dualarımız səninlə, səni çox sevirik. Bax, bizə yazdılar, çox sağ olsun, valla bütün SMS yazan tamaşaçılarımız, hər kəsə minnətdarlığımızı bildiririk. Bizə daha sonra yazıblar, salam Əminə xanım, necəsiz? Biz sizin proqramınızı daima izləyirik və sizi çox sevirik. Çox sağ olun ki, Əbu Bəkir Əliyevi dəvət eləmişsiniz. Onu çox sevirik, o bizim canımız, hər şeyimizdir. Həmişə gül, səni gülmək yaraşır. Bax, bunu da bir tamaşaçımız bizə yazdı. Sabahınız xeyirli olsun Əminə Xatun xanım, sizin verilişinizi daima izləyirik, qonaqlarınızı salamlayırıq. Çox sağ olun, əziz tamaşaçılarımız, bütün SMS yazan tamaşaçılarımıza təşəkkürlərimi bildirirəm və sizə sponsorumuz haqqında danışmaq istəyirəm. İstəyirəm sponsorumuzdan danışım sizə. Bəlkə də indi bəylərimizə burada maraqsız olacaq, amma hər halda qadınları seviriksə, qadınların sevdiyinə varsa onları da sevməliyik. Qadınlar da ki, ürəkləri gedir də salondan ötürü, estetik mərkəzlərdən ötürü, belə kosmetoloqdan ötürü. Əziz xanımlarımız, ekrana yaxın əyləşin, çünki sizə çox gözəl, mən istəyərdim bir estetik mərkəzdən danışam, Belinay estetik mərkəzdən. Dünənləri ilə xanım, həkim kosmetoloqumuz da qonağımız oldu. Deməli, Saadət xanım çox gözəl məlumatlar verdi bizə. Mən də istəyərdim ki, sizə danışım. Kosmetoloji prosedurlar həyata keçirirlər orada. Botoks var, dolğu var, mezoterapiya var, plazmaliting var, təbii geyillə burun korreksiyası var, hernopiling var, mezosaplar var. Ürəyiniz nə istəyirsə, belə deyim də, xanımlarımız düzdür, təbii daha gözəllər. Sadəcə olaraq biraz baxımlı olmaq üçün, o botoksu sevən xanımlarımız üçün, biraz belə deyim də, dodağınızın ölçüsünü, bilmirəm, nə ürəyinizdən keçirsə, bütün bax, həmin o prosedurlar həyata keçirilir. Həmin o Belinay estetik mərkəzdə. Ünvanı xatırlatmaq istəyirəm. Tələt Şıxəliyev 14, Belinay estetik mərkəz. Həkim kosmetoloq Saadət xanım Həsənova. Çox gözəl, mən deyərdim ki, doğrudan da həkimlər çalışırlar orada. Profesional işini bilən, işinin belə deyim də ustası olan insanlar həqiqətən də çalışırlar və üz də, dəri də elə bir belə deyim də nahiyədir ki, çox həssasdır. Düşünürəm ki, həqiqətən də peşəkar insanlara, peşəkar əllərə etibar eləməliyik. Həmin o üzümüzü, dərimizi. Ona görə də xanımlarımıza üzümü tutub söyləyirəm ki, özünüzü peşəkarlara etibar edin. Peşəkarların da ünvanı məhz Belinay estetik mərkəzdir. Təşəkkürlərimi bildirirəm Saadət xanım başda olmaqla bütün kollektivə. Çarxı izləyə zəhmət olmasa, ardınca isə Sərkarın gözəl ifasına davam edək. Əgər gözəlləşmək istəyirsinizsə, Belinay estetik mərkəzinə Saadət Həsənovaya müraciət edin. İndi də gəlmişəm botoksa. Bu cavanlaşmanı saxlamaq üçün Belinay estetik mərkəzinə müraciət etsinlər. Bugün Sevdə xanımla cavanlaşma prosedurlarından biri olan Business Lady və yaxud da Smooth cavanlaşma proseduruna etdik. Əməliyyatsız, kəsiksiz, qansız, anesteziyasız üz dartma effektini almaq olur.
Bax, Sərkar sənə deyirlər. Estağfurullah. Həqiqətən çox möhtəşəmdir. Eşq olsun, çox istedadlı bir gəncsən Sərkar. Doğrudan da çox bəyənirik səni. Artıq dünya televiziyasını izləyən tamaşaçılar ki var, çoxsaylı tamaşaçılar ki var. İnan ki, səni çox sevirlər həqiqətən. İzlədim bu yaxınlarda elə Aşıq Mübariz də çox bəyənir səni yeri gəlmişkən. Mənəm deyən Mübariz var, səni yaman bəyənir. Mənim yaxın dostumdur, salamla efir vasitəsilə. Mən bizi izləyən bir daha bütün Azərbaycan xalqını, bizi bölgələrimizdən izləyirlər. Xaricdə yaşayan Azərbaycanlarımız izləyir, həmvətənlərimiz. Buradan da fürsətdən sevib mənim doğma yurdum Şəmkirə atəşli salamlar göndərirəm. Allah, Şəmkir mənim canımdır da. Bütün Şəmkirlərə salamlarımızı göndərik. Həqiqətən də hal-hazırda bax bizi izləyirlər, baxırlar. Çox sağ olun, hər birinizə qucaq dolusu salamlarımızı göndərik. Mən əlaqə telefonlarını xatırlatmaq istəyirəm. Elgin, əlaqə telefonunu söyləmirəm sənin. Və biz Bəhruzun əlaqə telefonunu xatırlatmaq istəyirəm. Təbii ki, valideynlərimiz baxırlar, bizə izləyirlər, övladlarınızı gözəl şəkildə, təbii ki, idmanla məşğul olmasını istəyirsinizsə, peşəkar insanlara etibar etmək istəyirsinizsə, hər iki insanlara təbii ki, müraciət edə bilərsiniz və Bəhruzun əlaqə telefonlarını xatırladım. 050-371-73-74 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Əbu Bəkirin telefonunu söyləyeyim, 051-665-86-45. Və Sərkarın əlaqə telefonu 051-736-57-57 və Rəşad qardaşımızın əlaqə telefonu 077-611-20-20 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Elgin, bir söylə görüm, yarışa getdin, qalib oldun, uğurlu olsun və hər zaman qalibiyyətlərini görək, xoş sədalarını eşidək. Xahiş edirəm, bir məlumat ver, danış. Təşəkkür edirəm bir daha dəvətiniz üçün. Bildiyiniz kimi, keçən dəfə söz verdim. Artıq yenidən Respublika çempionatından qayıdandan sonra Asiya çempionatına layiq gördüm. Ayın 25-i Kempo üzrə peşəkar döyüşdə Asiya kubokunun sahibi oldum. Belə, inşallah məqsədimiz dünya arenalarında... Sən o şeir yazmaqdan nə zaman başın ayılır, bir idmanla da məşğul olursan, məşq edirsən, onu başa düşmürəm. Arada sırada qaçırıq da. Dincəlmək üçün hər yerə getmək lazımdır. İnşallah məqsədimiz dünya arenalarında Azərbaycan bayrağını dalgalandırmaqdır və öz sözümüz deməkdir. İnşallah ki, buna da nail olacaq. İnşallah, inşallah. Bəhruz, buyur zəhmət olmasa, sən söylə, onu da nəzərinizə çatdırım ki, həqiqətən də dəvət elində peşəkar idmançılarımızı dəvət edirik ki, tamaşaçılarımız da baxsınlar və idman sahəsində müəyyən uğurlar əldə edən insanları dəvət edirik. Bura ki, insanlarımız ən azından görsünlər və mən söyləyərdim ki, bir qədər keçmişə nəzər salsaq, valideynlərimiz istəmirlər övladları idmanla məşğul olsunlar, amma sağ olsun dünya televiziyası ki, bax, belə gözəl, peşəkar oğullarımızı, idmançılarımızı dəvət edirik və müəyyən uğurlar əldə eləmiş insanlarımızı dəvət edirik ki, və sizlər də baxırsınız, həvəslənirsiniz mənim əzizlərim. Buyurun, zəhmət olmasa. Valideynlər ümumiyyətcə idmana uşaqların qoymaları məsləhətdir. Bizim bildiyiniz kimi, bəlkə siz bilmirsiniz, bizim martın 23-dən 26-sına kimi Azərbaycan çempionatı keçirilmişdir, yeniyetmələr və kadetlər üzrə. Burada kickboks idman növündə 1000-ə yaxın idmançı iştirak elədi. 1000-ə yaxın idmançı arasında bizim klub da təmsil olundu. Bizim klub 17 idmançı ilə qatılmışdı həmin yarışa. 17 idmançıdan 5 nəfər mükafatlar sırasına qatıla bildi. Bunlardan biri birinci qızıl medal, biri ikinci yer, üçü də üçüncü yerə layiq görülmüşdür. Yəni bu çox yüksək səviyyədə keçdi. Mən deyərdim ki, bəlkə də dünya çempionatında yeniyetmələr və kadetlər üzrə bu qədər uşaq çıxış eləmirdi. Bunun da nəticəsi mən Federasiyanın prezidenti, millət vəkili Adil Əliyevin böyük salamlarımı göndərirəm. Hətta onun bu işdə Azərbaycan kickboks idman növünün inkişaf etdirməsində böyük xidmətləri var. Biz də çalışırıq ki, klub olaraq əlimizdən gələni həm Respublika səviyyəli keçirilən yarışda, həm beynəlxalq yarışlarda layiqinca təmsil edirik öz klubumuzu. Əhsən valla sizə, həqiqətən də bir daha söylürəm, övladlarınızın o, əslində çox gözəldir. Müğənnilərimiz, Sərkar, yəqin ki, sən də mənə razısan. Çünki lazımsız işlərlə məşğul olmaqdansa, gənc oğullarımız, elə xanımlarımız da mütləq şəkildə gedib idmana yazıla bilərlər peşəkarcasına. Həm arada sırada lazım olur bəzi insanlara, həqiqətən lazım olur. Həm də ki, bax, belə gözəl, profesional şəkildə məşğul olmaq lazımdır. Əminə xanım, sizinlə razıyam, ancaq ona mən əməl eləmirəm. Niyə əməl eləmirsən? Günərsən, bax, görsən idmançılarla dəvət eləmişəm ki, biraz ruhlanasan. Şəmkidə yəni başlamışdım idmana. Sadəcə bu biz sizə toylar olanda bizim həm gec yatırıq, məsələn, mən biləni vaxtında yatmaq lazımdır, yeməyi düzgün qidalanmaq lazımdır.
hər bir şeyə əməl eləmək lazımdır. Yəni biz musiqiçilərdə bu norma pozuntusu olduğuna görə Gecə ilə gündüzü səhv salmaq. Hə, bəli, bizdə o proses gedir. Ona görə alım idmanla məşğul olmaq. Amma həqiqətən sağlamlıqdır valla. Doğrudan sağlamlıqdır. Birazdan söyləyəcəklər təbii ki, əsl peşəkar idmançılar, mən istəyirəm hər ikiniz də bax bu suala cavab verəsiz ki, əsl peşəkar idmançılar hansı qaydalara riayət eləməlidir? Çünki tamaşaçılarımız bilsinlər. Elə idmançıyam deyib mənim kimi. Özümü İncə xanım hesab edirəm, belə daşdan yumşaq nə varsa götürüb yeyirəm, özümü də İncə xanım hesab edirəm, əslində öz aləmimdə. Ona görə də mütləq şəkildə müəyyən qaydalar var ki, onlara riayət eləməliyik. Əlbəttə ki, elədir. İdmançı bütün yeməyinə, yatmağına, durmağına, bütün hər şeyə fikir verməlidir. Ümumiyyətcə, yarışa 2 ay qalmış, biz demək olar ki, ciddi rejimdə oluruq. Yeməyimizə vaxt-vaxtında yeməyə çalışırıq, vaxt-vaxtında yatıb, vaxt-vaxtında durmağa çalışırıq. Çalışırıq ki, saat 10-dan gec olmayaraq yataq, sabah da vaxtında duraq, məşqlərimizi eləyək, gündə 2 dəfə məşqimiz olur. Vesimizə əsas bizim ağrılı yerimiz ves salmaqdır. Ves salmaqda biz çox çətinlik çəkirik, yarış qabağı. Çünki biz demək olar ki, yeməklər, yağlı yeməklərdən, xəmir xörəklərindən, ürəyimiz istəyən yeməkləri demək olar yeyə bilmirik. Ona görə də idmançı, peşəkar idmanla məşğul olmaq çox çətindir. Çox adam deyir ki, idmanla məşğul olum. İdman həm sağlamlıqdır, peşəkar idmanla məşğul olmaq həm sağlamlıqdır, həm də ki, ağrı yükdür bədən üçün. Yəni, bizim travmalarımız çox olur yarışlarda. Həddindən artıq mənim öz dəfələrlə travmalarım olubdur. Məsələn, indi də bu travmalardan əziyyət çəkirəm. Peşəkar idmanla məşğul olmaq həm sağlamlıq, həm şərəf, həm də necə deyərlər, çətindir. Hər adam, bizim Ulu Öndərin layiqli davamsız möhtərəm prezidentimiz İlham Əliyev cənablarının bir fikri var ki, hər adam idmanla məşğul ola bilər, amma hamı idmanla dünya çempionu ola bilməz. Ancaq gələcəyin əsgəri kimi formalaşmasında idmanla məşğul olmaq çox böyük rol oynayır. Vacibdir, bəli, vacibdir. Əziz tamaşaçılarımız, SMS-ləriniz gəlib, SMS-ləri oxuyum, daha sonra sponsorumuz haqqında sizlərə məlumat verəcəm. Deməli, bizə yazırlar 1599 bizə yazır. Salam, hər kəsi salamlayır, xoş gördüyü söylüyor bizə. Təşəkkürlərimizi bildirəm, qonaqlarımızı salamlayır. Biz də hər kəsə təşəkkürlərimizi bildiririk. Deməli, biz Moskvada yaşayırıq, sizin verilişinizi həvəslə baxırıq. Verilişinizin bax belə olması üçün sizlərə təşəkkürlərimizi bildiririk. Çox sağ olun əzizlərim, var olasınız. Və daha sonra sabahınız xeyir. Aprel ayının 5-də qızım Zeynəbin doğum günüdür. Təbrik edirəm. Zeynəb xanım yazdı bizə. Zaur Ələtdən yazdı. Təşəkkürlərimizi bildirəm. Çox sağ olun. Deməli, atası Zaur bəy qoşulur, əmiləri Ramil Ceyhun, babası Xəlil bəy qoşulur, nənələri qoşulur. Allah can sağlığı versin, biz də söylüyürük. Bütün doğum günü olanlara təşəkkürlərimizi bildiririk. Bizim evdən danışım sizə. Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində yerləşən bizim ev Mebil şəhəri. Geniş hafta dayanacaq sahəsinə malikdir. 110 min metr kvadrat sahəni əhatə eləyir. Geniş hafta dayanacaq sahəsinə malik və fərqli qiymət strategiyasına görə bənzərsiz bir ticarət məkanıdır. Əziz xanımlarımız, bəylərimiz, hörmətli bəylərimiz, xanımlarımız sizdən çox şey istəmirlər. Yollanırsınız gözəl mebil məkanlarına. Məsələn, bizim ev Mebil şəhərinə bir dəst gözəl mebil dəsti alırsınız, çıxırsınız və salam. Sərkər, nəyə gülürsən? Düz sözünə deyirlər. Subaysan? Hə, subay sana görə gülür səni, başa düşürəm səni. İnşallah, gələcəkdə mütləq şəkildə söyləyirsən ki, xanımına bizim ev Mebil şəhərindən gözəl mebil dəsini əldə eləsinlər və yoxsa mümkün deyil. Və gözəl mebil dəsləri var həqiqətən də 70-dən çox brend mağazanı özündə birləşdirir və brend malları sevən insanlar üçün. Eyni zamanda Türkiyə, İtaliya, Çin, Malayziya və ən əsası yerli istehsal olan mebillər satılmaqdadır. Üzünüzü tuta bilərsiniz. Hər zaman da şok endirimlər var, münasib qiymət də orada. Bütün bizim ev ailəsində salamlayıram, salamlarımı göndərirəm. Bizim ev həyatı sev. Çarxımızı izləyək, ardınca isə davam eləyəcək Əbu Bəkirin ifası ilə. Lap bezdirdiniz əməli. Səhərdən bu böyle şəhəri gəzmişik. Heç nə bəyənmədiniz. Gəlin çıxaq gedək evə. Evə niyə kişi? Bəsərə. Bəs qızın cehizi? Əsəbləşməyə ehtiyac yoxdur. İndi mebil almağın çox asan yolu var. Qafqazda yeganə mebil şəhəri. 70-dən çox brend. İl boyu kampanyalar, yerində kredit və hədiyyələr. Bizim ev mebil şəhəri. Dünya mebili bir ünvanda, bir məkanda, Xırdalanda. Bizim evdə, Riyadda.
Dünya, dünya, kalan giden göçen belli değil hep rüya. Tuhaf muaf sevgi katlediyor bu mu ya? Kaldım dört duvar arasında, her yer karanlık, afili yalnızlık. Pas tutmuş sokaklar, ne gelen ne giden ne dönen var, suskun duvarlar. Esiyor durmaksızın soğuk rüzgarlar. Biz aşkı sevgi yapraklara kazdık, afili yalnızlık. Toz tutmuş sokaklar, ne gelen ne giden ne dönen var, suskun duvarlar. Esiyor durmaksızın soğuk rüzgarlar. Biz aşkı sevgi yapraklara kaçtık, afili yalnızlık. Gel gör beni, afili yalnızlık. Gizemli bir sır gibi yalnızlık. Karanlıklar içinde afili yalnızlık. Kurumuş toprak gibi yalnızlık. Dünya, dünya, kalan giden göçen belli değil hep rüya. Tuhaf muaf sevgi katlediyor bu mu ya? Kaldım dört duvar arasında, her yer karanlık, afili yalnızlık. Toz tutmuş sokaklar, ne gelen ne giden ne dönen var, suskun duvarlar. Esiyor durmaksızın soğuk rüzgarlar. Biz aşkı sevgi yapraklara kaçtık, afili yalnızlık. Gel gör beni, afili yalnızlık. Gizemli bir sır gibi yalnızlık. Karanlıklar içinde afili yalnızlık. Kurumuş toprak gibi yalnızlık. Təşəkkür edirəm. Əbubəkir, çox sağ ol, minnətdaram. Hal-hazırda bizi izləyirlər. Bütün bizi izləyənlərə salamlarımızı göndərirəm və Xırdalana da bizi salam göndərirlər və baxırlar, izləyirlər. Samir bəyə də salamlarımızı göndərirəm və yazdılar ki, bu mahnının yəni orijinal variantından da daha gözəl ifa elədi. Orijinal variantı? Bəli, belə sözlərdə. Yox, yəni öz oxuyanından da gözəl. Özüm yazmışam bunu. Özün yazmışsan. Bəs niyə belə yazdılar? Kimdi o? Elə bir şey yoxdur. Kimdi o? Samir bəy. Xahişim studiyamıza gəlin. Türk mahnısı da bu, yəqin ki, bunun söz musiqisi də aranjirovkasını da özüm eləmişəm. Özün yazmışsan. Bəli, bu Türk ifasına bənzədirlər bunu. Türk ləhcəsində oxumuşam ona görə. O səbəbdən. Yəni elə başa düşürlər ki, türklərdən kimsə oxuyub o səbəbdən.
Mən Türkiyədə özüm şan dərsləri almışam da oradan qalır bu şeylər. Bildiniz indi. Bax, əsl səbəbi budur həqiqətən də. Çünki Əbubəkir müəyyən ifalar səsləndirir. Elə bilirlər ki, həmin ifa elə olur ki, özü yazır, özü bəstələyir. Elə bilirlər ki, türk ifalarda Əbubəkir götürüb ifa eləyib. Olur, bəzi mahnılar olur ki, mən götürüb oxumuşam, amma ki, bu yox, bu özümün. Bu özünün. Bax, yəni aydın oldu yəqin ki. Təşəkkürlərimi bildirirəm, çox sağ olun. Belə özü məlumat verdi, özünün dilindən də eşitdiniz. Xahiş edirəm mən, Rəşad, bir fəaliyyətindən danış, tamaşaçılarımız bilsinlər, məlumatlansınlar və inşallah ki, səndən bu günləri canlı ifada istəyəcəm. Xahiş edirəm, bir halda ki, elə canlı musiqimiz var. Lap yaxşı, lap gözəl olar. Elə mənim üçün də böyük şərəfdir ki, Sərkər qardaşımızla ilə bir yerdə canlı ifa eləyərik. Fəaliyyətimiz də ki, özümüz yazırıq, özümüz bəstələyirik. Sağ olsun qardaşlarımız da aranjirovkada köməklik eləyirlər. Öz studiyamız var. Özümüz orada hamısını həll eləyirik, oxuyuruq. Təşəkkürlərimi bildirirəm, çox sağ olun. Əsas odur ki, gözəl ifalar tamaşaçılarımıza çatdırın. Və elə yazırsın, mən hər zaman söyləyirəm, gənclərimiz var ki, özü yazır, özü bəstələyir, özü ifa eləyir bəzən, aranjmanını da özü eləyir, amma bunu əgər gözəl şəkildə eləyiriksə, olar. Düzdür, Sərkar? Gözəl şəkildə, amma yəni bəziləri müəyyən insanlar var da, mahnını bərbad hala salırlar, biabırçı bir vəziyyətə. Elələri yox da. Hərdən bir söz var, deyirlər ki, pis mahnıdır, çox üzr istəyirəm. Pis mahnı yoxdur, pis ifaçı var. O qədər bayağı mahnılar var ki, gözəl insanlar götürüb səsləndiriblər, baxırsan ki, elə bil ki, nə biləm, möhtəşəm bir ifadır, sənət əsəridir. Bayağı qardaşın oxuduğu ifa, yəni şəxsən mən... Tamaşaçılarımız elə bilirlər ki, türklər özü oxuyurlar. Öz adıma deyirəm ki, məni düşündürdü. Məni biraz apardı uzaqlara. Görəm, qarşıma əziyyət çəkib. Başa düşmək olar səni, başa düşürük. Başa düşürük. Mən salamlarımızı göndərirəm. Bizim dəyərli jurnalistimiz, mənim prodüserim, sevimlim, əzizim Alim Nəvoğluya salamlarımı göndərirəm. Hal-hazırda deməli, Bilgəhdədir. Gələn həftə gözəl çəkilişlərimiz olacaq bizim. Onunla bağlı danışıqlara gedib salamlarımı göndərirəm. Öpürəm buradan onu. Və ziyalı şair mərhum Aslan Salahzadənin ailə üzvləri ilə bu günləri görüşəcək və təbii ki, danışıqlar aparacaq. Salamlarımı göndərirəm və sağ olsun ki, bu günləri məni elə bax oradan izləyir. Yeri gəlmişkən daha bir idmançımız da var ki, onu da salamlayırıq. Hər zaman efirlərimə baxır və demək olar ki, elə daimi tamaşaçımdır. Cavid Mahmudunu salamlayıram mən buradan, Avropa Kubokunun sahibi. Çox sağ olsun ki, baxır efirimizə və səhər-səhər bütün işini, gücünü ayırıb və bizim efirimizə baxır. Bütün izləyən tamaşaçılarımıza dərin təşəkkürlərimizi bildiririk. Bəlkə bir şeir eşidək. Səhər-səhər tamaşaçılarımız bir gözəl ab-havada olsunlar. İdmançıdan şeir gəlir, əziz tamaşaçılarımız. Sərkar, bəlkə bir müşahidə etsən zəhmət olmasa. Nədən söyləyəcəksən şeiri? Adı nədir? Adını söylə. Elə baxma, gözlərimə gözləyəm. Mikrofonu değil mi? Mikrofonu var değil. Elə baxma, gözlərimə göz dəyər. Gözlərin gözəldir, necə baxmayın. Axı bu canımı o gözləri alır. Baxışın qəlbimə od alov salıb, ruhumu bədəndən o gözlər alır. Gözlərin gözəldir, baxışın mələk, sanki mələk tək baxırsan mənə. Gözlərin qəlbimin gözəlliyindən, hər baxanda o gözlər sanki danışır mənə. Çox sağ ol. Təşəkkür edirəm, Eygün, çox sağ ol. Sağ olsun səni təbə gətirən insanlar, təşəkkürlərimi bildirirəm, minnətdaram. Sərkar, çox sağ ol, minnətdaram sənə. Bəlkə elə əyləşməyəsən, əyləşmə, xahiş edirəm. Bir ifa eşidək səndən, daha sonra davam eləyək. Elə qəlbi səni, zəhmət olmasa. Buyur.
mahnısı hardan yadına düşdü? Gözəlliğim oğlunu səndən aldı qaynana. Səhər qan salma, qırğın salma evlərə. Buyur. Sərkar qardaşımız. Sərkar, eşq olsun sana qardaşım, vallahi. Çox sağ olun. Halal olsun sana. Sən desən, türk mahnılarını da geçə ifa edirsən. Halal. Bazarlandı belə. Peki, sən adresa tanış gəlsən mənə. Olsun. Efirlərimizdə görmüsünüz. Efirlərimizdə görmüsünüz. Necə hardan tanış gəlsən? Yox, Türkiyədən hansısa kanalda görmüşüm. Yeteneksiz layihəsində. Acun mənim proqramında. Eşq olsun sana qardaş. İnşallah iləri gözümüzdə. Çünki Əbu Bəkir də türk ifalarına çox gözəl səsləndirir və sən də çox gözəl ifa eləyirsən. Valla məqsəd olan ifalar həmişə daha gözəl olur. Bəli, improvizə olanda gözəl olur. Zəngləşərik. İnşallah. Soyaza da bir kə. İnşallah. Baxaq inşallah alına. Təşəkkürlərimi bildirirəm. Birazdan gözəl şeirlər də işləyəcəyiz tamaşaçılarımız. SMS-ləri oxumaq istəyirəm. Salam Əminə xanım, siz və qonaqlarınızı salamlayıram. Göyçay Mırtı kəndindən Elçindi daimi izləyiciniz. Bugün dostum Qədirin doğum günüdür. Onu təbrik etsəz çox şad olaram. Qədiri təbrik eləyirəm. Allah can sağlığı versin söyləyirəm. Və daha sonra bizə Elnarə xanım yazır. Sərkar bəyin Facebooku var, deyə bilərsiniz. Facebookun deyə bilmərəm, əlaqə telefonda amma deyə bilərəm. 051, xanımdır bunu yazan. Hə, Elnarə xanım. Deyirəm yazın. 051 736 57 57 əlaqə telefonlardır və elə yeri gəlmişkən digər qonaqlarımızın da əlaqə telefonlarını söyləyim sizlər üçün. Deməli, Bəhruzun əlaqə telefonları 050 371 73 74. Daha sonra Əbu Bəkir Əliyevin əlaqə telefonu 051 665 86 45 və daha sonra Sərkarın əlaqə telefonunu bir daha söyləyirəm 051 736 57 57. Rəşadın əlaqə telefonu isə 077 611 20 20. Elgün isə bugünün toxunulmazlığıdır. Toxunulmaz şəxsi də bugün ona dəyməyəcək, toxunmayacaq və əlaqə telefonlarını da söyləməyəcəm. Qırxın salmaq istəmirəm, fikrim də yoxdur. Daha sonra tamaşaçılarımız bizə yazırlar. Salam Əminə xanım, bu yöndə çox gözəlsiz. Biz sizi həmişə izləyirik, sizi Gürcüstandan izləyirik və yazırıq. Əbu Bəkirdə bir mahnı dinləmək istərdik. Yazan Nuran Zülbiyə bacılara. Təşəkkür edirik, çox sağ olun, eşidəcəksiniz. Deməli, daha sonra tamaşaçılarımız bizə yazır, Ceyhun yazır, qonaqlarınızı salamlayıram. Deməli, Sərkardan bir şınıq təranələri olardı. Bərdə rayonunun Gərinə kəndindən Qarayev Ceyhun daimi tamaşaçınız yazdı. İstəyinizi yəqin ki, həyata keçirər. Sabahınız xeyir olsun. Gürcüstandan Davud Arifov, Əbu Bəkir Askalıdan canlı bir mahnı dinləmək istərdik. Təşəkkür eləyirəm. Dinləyərsiniz bu günləri. Və daha sonra salam, hər vaxtınız xeyir olsun. Rəşadı salamlayıram, sabahı xeyir olsun. İfasını çox bəyəndi. Birinci ifasını bir daha səsləndirsin. Bugünə eşitdiniz, digər ifa da işləyəcəksiniz canlı-canlı. Növbəti efirlərimizdə inşallah ki, birinci ifa o çıxdın, getdin, qoydun, getdin. Tamaşaçılarımız yaman bəyənib. İnşallah ki, səsləndirərik. Sabahınız xeyir Əminə Xatun xanım. Verilişiniz çox gözəldir. Nə yaxşı ki, sizin kimi aparıcı var. Çox sağ olun. Əminə Xatun xanım, məndən Mahir Nərman Nadirə çox salamlar göndərin. Təşəkkür edirəm. Valla bilmirəm kimdir. Ürəyimdə sənsən adlı bir istifadəcidir. Bilmirəm indi hansını siz onun ürəyində, amma yazdılar da. Gülnar xanım yazır daimi tamaşaçımız. Sabahınız xeyirli uğurlu olsun. Həmişə kimi çox pozitivsən Əminə. Qonaqlarınızı salamlayıram. Xoş gəliblər. Hər birinə bol-bol uğurlar diləyirəm. Çox sağ olun. Təşəkkür edirəm. Və daha sonra Damla Məmmədova yazır. Salam Əminə Xatun xanım, teleməkanda izi olan aparıcılardansız, dəyişməyin. Təşəkkür edirəm, əzim, var olasınız. Yox, mənim bir simam var, elə necə görmüşsünüz, belə də görəcəksiniz. Daha sonra bizə yazırlar. Salam, hər vaxtınız xeyir olsun. Qonaqlarınızı salamlayıram, hər kəsə salamlarımı göndərirəm. İfalarınızı çox bəyənirəm. Eşq olsun sizlərə. Təşəkkür edirəm. Bütün SMS yazan tamaşaçılarımıza və salamlarımızı göndərik, təşəkkürlərimizi bildiririk tamaşaçılarımız. Mənim bir təbrikim var. Bu günləri Ümidin doğum günüdür. Ümidi təbrik eləyirəm. Böyük oğlan olsun söyləyirəm. Allah can sağlığı versin söyləyirəm Ümid qardaşımıza. Bütün Dünya Televiziyası kollektivi bax bu təbriklərə qoşulur. Atası Bəhruz bəy təbrik eləyir onu, anası Elmira xanım, bacısı Əfsanə təbrik eləyir, Emil təbrik eləyir onu, bizim efir rejissorumuz, nənəsi Adilə xanım təbrik eləyir, babası Mikail bəy təbrik eləyir, dayısı Anar bəy təbrik eləyir, Elvin, Fuad təbrik eləyirlər onu, Aybəniz xanım təbrik eləyir, biz də bütün Dünya Televiziyası ailəsi adından təbrik eləyirik Ümidi. Ümid, Allah can sağlığı versin sənə. İnşallah ki, ürəyin istədiyin kimi həyatını yaşayasan.
Və hər zaman belə pozitiv olasan. Təşəkkürlərimi bildirirəm sənə. Çox sağ ol. Yaxşı ki, sən Emilin qardaşsan. Bütün operatorlarımız, rejissorlarımız səni təbrik eləyirlər və həyatını ürəyin istəyən kimi qurasan. İnşallah gələcəkdə də ürəyin istədiyin bir xanımdan ailə həyatı qurasan. Bir daha təbrik edirik və sənin simanda da bütün doğum günü olan insanları bu günləri biz təbrik edirik və birazdan da bir təbrikimiz də olacaq ki, onları da sizlər üçün səsləndirəcəm əziz tamaşaçılarımız. İstəyirəm Rəşaddan bir ifa gəlsin, zəhmət olmasa dinləyək və daha sonra isə sponsorlarımız haqqında məlumat verəcəm. Kimi təbrik eləmək istəyirsən? Cəlal qardaşımı təbrik eləmək istəyirəm. Füzulidəndir. Buradan Füzulilərə salam söyləyirəm. İzləyirlər yəqin ki bizi. Bəli. Roman qardaşımızın dediyinə görə ad günüdür. Öz elədik. Xahiş yəni edib, ildə bir 5 dəfə edirəm. doğum günü olan insanlardandır da. Hə, ola bilər. O Roman qardaşımıza təbrik edirəm, ad günü münasibətilə təbrik edirəm. Buradan da öz elim obam olan Gəncə şəhərinə salamlarımı çatdırıram. Bütün gəncələrə salamlarımızı Sevirəm göndərik. Gəncəmi. Bu günləri bax elə efirimiz başlamamışdan öncə Instagramda canlı yayımdaydıq. Gəncədən bizə salamlar göndərdilər və söylədilər ki, Gəncələr çox qonaqpərvərdir, sizləri də görmək istəyirik. İnşallah ki, gələcəyik, əslində gəlmişik, görmüşük necə qonaqpərvər İnşallah, olduqlarını. inşallah. Nə zaman istəsəz qonağımızsınız. Başımızın üstə yeriniz var. Təşəkkür edirəm, var olasınız. Və gözəl ifa gəlsin, zəhmət olmasa. İndi bu mahnı oxuduğum da Ehtiyacım Var adlı sözü musiqisi mənə aiddir. Hardasa bir 3 gün, 5 gün olar çıxıbdır. Elə ilk olaraq da sizin verilişdə istəyirəm onu ifa edeyim. Buyurun, ekskluziv bizdədir mahnı. Bəli. Təşəkkür edirəm. Bir udum sevgine ihtiyacım var.
edirəm. Çox sağ ol Rəşad, minnətdaram. SMS yazılar tamaşaçılarımız bizə. Elgün Bəhro sizi Masazırdan salamlayırlar. Bizə salamlarımızı göndəririk, doğma məkanda. Hər kəsə salamlarımızı göndəririk. Sabahınız xeyir Əminə Xatun xanım, necəsiz? Əlayam, çox gözələm. Qonaqlarınızı Ağdaş rayonu Nehrəxəlli kəndindən salamlayırıq. Çox gözəl qonaqlarınız var. Sərkər qardaşım, eşq olsun sənə. Əgər mümkünsə, ay sevgilim mahnısını ifa edərdiniz də. Mümkündürsə. Mümkündür. Bu həyatda mümkün olmayan heç bir şey yoxdur mənim əzizlərim. Və daha sonra bizim Instagram səhifəmizə maşallah olsun tamaşaçılarımız yazırlar və mən də sizlərin istəyini nəzərə alaraq bütün SMS-lərinizi oxuyacağam. Salam Əminə Xatun xanım, qonaqlarınızı salamlayıram. İsmailinin Lahıc qəsəbəsindən Ülkər xanım sizi Lahıcda çox görmək istərdik. Gələrəm inşallah Ülkər xanım, təki siz çağırın məni. Mən Əbubəkiri Əliyevi çox bəyənirəm. Onun səsi həmişə dinləmək istəyirik. Oğuzdan bacısı Mülkiyə yazdı. Oradakı qonaqları da salamlayırıq. Biz də sizi salamlayırıq Mülkiyə xanım. Öpürük sizi çoxlu və dinləyəcəksiniz birazdan bir daha. Şəkillərinizi də çəkib atıblar bizə. Deməli, qonaqlarımızı dəvət etdiyiniz üçün çox sağ olun. Mənim uşaqlarımın əmisi proqrama çıxacaq deyə məktəbə də getmədilər. Onu çox sevirik. Təşəkkür edirəm. Bugünlər uşaqlar dərsə getməyiblər. Bir qayıb da sizə gələ düşdəmək. Eybi yoxdur. Yəqin ki, müəllimələri nəzərə alarlar. Salam Əminə Xatun xanım. Həmişə olduğu kimi təşəkkür edirəm. Hamınızı salamlayıram. Əbubəkir Əliyevdən gözəl ifalar gözləyirik. Səsini çox bəyənirəm. Bakıdan Fəridə yazdı bax bunu bizə. Təşəkkür edirik. SMS-lərimizi səsləndirin. Xahiş edirəm. Sizin verilişinizi çox bəyənirəm. Hər zaman verilişinizdə görmək istəyirəm Əbubəkiri. Bakıdan Ramizov Nihad bax bunu bizə yazdı. Çox sağ olsun. Necəsiz? Biz yaxşıyıq. Çox sağ olun. Hər kəsi salamlayırıq. Təşəkkürlərimizi bildiririk. Və bir tamaşaçımız bizə yazır. Salam, hər vaxtınız xeyir olsun. Səbuhi bəy yazdı bizə. Qonaqlarınızı salamlayıram. Aşıq qardaşımdan bir gözəl oynaq musiqi istərdim, zəhmət olmasa. İndidən təşəkkürlər. Ağsulu Səbuhi bax bunu bizə yazdı. Minnətdaram. Daha sonra bir tamaşaçımız da bizə yazdı. Sevda xanım da hər vaxtınız xeyir olsun. Rəşad bəy sizə təşəkkür eləyirəm. Mənim də ehtiyacım var bir kəsə. Ehtiyacı var. Gəlsin zəhmət olmasa. Bacım, deməli, necə siz qonaqlarınızı salamlayıram. Sizi çox sevirəm, salam göndəririk. Çox sağ olun. Var olasınız, hər kəsə təşəkkür edirəm. Bütün bizə baxanları, bizi izləyənləri. Əbubəkir də mahnı istəyirlər. Dinləyəcək sizə tamaşaçılarımız. İstəyirəm sponsorlarımız haqqında sizlərə məlumat verim. Daha sonra isə davam etsin verilişimiz və daha sonra şeir eşidəcəksiniz bizdən. Elə bəlkə mən də bu günləri bir şeir söylədim. Çünki Sərkarın ifaları məni də cuşa gətirdi. Gözəl ifalar gələcək bu günlərə tamaşaçılarımız. Savalan Meblevindən danışmaq istəyirəm sizlər üçün. Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsində yerləşən 17-ci mikrorayonda Savalan ailəsinə təşəkkürlərimi bildirəm və çox sağ olmu bildirəm ki, çox gözəl, çox son dəbdə, qiymətlər çox münasibdir. Hər kəsin büdcəsinə uyğundur. Çünki özüm getdim, şahid oldum. Bir dəfə gəlib gözəl mebel dərslərini əldə edən insanlar çox həm komfort zövqlərici olub, həm elə zövqlü məkan olmaları onların ürəyinə yatıb və həm də büdcələrimizə, cibimizə uyğundur ən əsası. Bu səbəbdən yenidən gəliblər doğmaları üçün, yaxınları üçün o gözəl mebel dərslərindən əldə eləməyə. Təşəkkürlərimi bildirəm və yalnız əziz tamaşaçılarımız şəxsiyyət vəsiqəsindən gedirsiniz. Sadəcə Azərbaycan vətəndaşı olmağınız yetərlidir ki, Savalan ailəsi sizə çox gözəl mebel dərslərini versin. Və elə bu gözəl mebel dərsinə görə də Savalan mebelə təşəkkürlərimi bildirəm. Yəqin ki, yeriniz rahatdır. Hamı bir ağızdan söylədi, əladır. Mənim qonaqlarıma daimi sualımdır, artıq ənənəvi sualımdır, söylüyorum və hələ narazı qalan olmayıb. Çünki ilk öncə qonaqlarımdan öncə özüm əyləşirəm ki, görüm yerim rahatdır. Daha sonra qonaqlarımı əyləşdirim orada, görəm ki, həqiqətən də rahatdır, gözəldir və yeri gəlmiş ki, bu gözəl divan dərsini də mən özüm bəyənmişdim. Mart ayının 25-i getdim və bunu bəyəndim, söylədim ki, növbəti həftə inşallah ki, bizdə olsun, elə özüm şirkətimizə çatmamış gördüm artıq divan dərsi studiyamızdadır. Təşəkkürlərimi bildirəm, çox sağ olun və hərəm bəy sizə ələxsus sonsuz təşəkkürlərimizi bildiririk. Çarxımızı izləyək, ardınca isə davam edək gözəl ifa ilə. Dəyərli tamaşaçılarımız, hər səhər sizə ağız dolusu danışdığım Savalan mebel evindəyik. Bax, bu gözəl mərkəzdə özümüz gəldik ki, bir canlı olaraq yeni mebel dərslərini də sizlərə təqdim eləyək, özünüz görəsiniz. İstəyirəm elə xanımla tanış olaq. Teybə xanım. Nə cəlb elədi Savalan mebel evində ki, məhz Savalan mebel evini seçdiniz? Savalan mebel evindəki yüksək keyfiyyət, münasib qiymətlər və zövq. Savalan mebel evinə biz ikinci dəfə müraciət edirik.
Ona görə ki, buradakı keyfiyyətli mebel bizim çox xoşumuza gəldi və biz saray yataq dəstini, Versace qonaq dəstini və gördüyünüz bu yumşaq mebel dəstini biz almışıq. Hamınıza təşəkkür edirəm, başda müəllim olmaqla və bütün Sumqayıt cəmaatını bura müraciət eləməyə çağırıram. İnanıram ki, siz də mənim kimi çox razı qalacaqsınız. Təşəkkür edirik Teybə xanım. Qızınızı da Allah xoşbəxt eləsin. Əziz xanımlarımız, siz də təbii ki, Teybə xanım kimi bax bu gözəl mebel dəstlərindən əldə eləmək istəyirsinizsə, Savalan Mebel evindən yolunuzu salın.
olsun, Sərkar sənə eşq olsun. Əyləşmə zəhmət olmasa. Bir gözəl lirika gəlsin, çox xahiş edirəm. Bəruz, buyur zəhmət olmasa bir şeir söylə. Bayaq dediniz. Aha. Oradan biz idmançılar musiqi ilə qidalanırıq. Pad muzika məşq edirik çox vaxtı. Çünki muzika, mahnıya qulası, muzikaya qulası, lirik mahnılara qulası belə məşq edirik. Çünki biz qidalanırıq ondan. Həm də ki, bu şeiriyyat belədir ki, bizi Laçınlılar dağlar oğluyuq, təmiz havası, təmiz suyu, özümüzdə təmizlik, qanımızdan, genimizdən gələn şeylərdir bunlar. Bu idmançı olsaq da bu şeylər bizim qanımızdadır. Mikrofonu yandıraq. Şeirin adı nəysə? Nəysə? Bəli. Mən səndən küsmüşəm, sən də ki məndən, məhəbbət məzilib üzülmür nəysə. 100 günü xoş getsə, 100 də devranın, ayrılıq çətindir, dözülmür nəysə. Əhvalımı soruşmursan bizlərin, qulağımdan getmir şirin sözlərin. Ay Əmlə xanım, məni məcnun edir ala gözlərin, daha mənə doğru süzülmür nəysə. Adım Bəhruz olub özüm divanə, divanə canımla odlara yanə. Yaxşı gözəl qismət olur yamana, yaxşılar yaxşıya yazılmır nəysə. Deyil, eşqin fəraqına, yar cəfasına sevgilim dayanıb dözə bilmirəm. Ala gözlərinin bey vəfasına mən öz ilqarımı poza bilmirəm. Məhəbbətin məni eyləyib əsir, hərəkətin qəlbimi qılınc tək kəsir. Ürəyim çırpınır, əllərim əsir, sizin ürəyinlə yaza bilmirəm. Çıxanda qarşıma sən gülə-gülə, ötür könlüm quşu dönür bülbülə. Sənsiz bir saadım dönür bir ilə, nə üçün pozurlar işi bilmirəm. Sağ olun, sağ olun. Bilmirəm hayandan tapdı ömrümü. Bir dəli at kimi çapdı ömrümü. Dağlara, daşlara çıktı ömrümü. Qədrimi bilmədi bu adam mənim. İlahi, al məni bunun əlindən. Kaş mənim ömrümü bu yer üzündə bir özgə adama tuş eyləydin. Lap məni adam yox quş eyləydin, lap məni bir qara daş eyləydin. Məni bu adama sən necə qıydın? İlahi, al məni bunun əlindən. Al məni, bir məni özgələrə ver. Qırıq aynalara
bunun əlindən. Al məni bunun əlindən. Sərkər sənə çox sağ olun. Bu şeir mənim çox sevdiyim şeirlərdən biridir, amma Tanrı nə bizi tamaşaçılarımızdır, nə də tamaşaçılarımızı bizdən alsın. Bax, bunu arzu eləmirik. Sadəcə sevdiyimiz bir şeiridir. Olur da müəyyən hallarda ki, insan bezir, istədiyi insandan, sevdiyi insandan və Tanrı'ya şikayət edir ki, ilahi al mənə bunun əlindən. Gör. Bu güzel şiir üçün, yəni bizi ifa elətdirdiniz. Teşekkür ederim. Doğrudan ruhumuzu oxşadınız. Çox sağ olun, minnətdaram. Mən sizə təşəkkürlərimi bildirəm, çox sağ olun. Möhtəşəm şeirə görə. Yaxşı ki, bu qadınlarımız var deyirəm, Bəhruz. Yaxşı ki, xanımlarımız var. Xanımlarsız bir günümüz olmasın. Mümkün deyil, onlarsız bizim, necə deyərlər, bir saatımız, bir saniyəmiz qadınlarsız heç bir kişi deyə bilməz ki, mən xoşbəxtəm. Allah qadınlarımızı var eləsin, Azərbaycan qadınlarını var eləsin. Amin, amin inşallah, amin inşallah. Hə, Elgin, yəqin ki, sən də bir təbə gəldin, birazdan görmək istəyirəm. Gəlmədin təbə? Sən efirdən sonra gəlirsən, yaxşı. Mən Belinay Estetik Mərkəzdən danışmaq istəyirəm sizlərə. Əziz tamaşaçılarımız, əziz xanımlarımız, ekrana yaxın əyləşin və Belinay Estetik Mərkəzdən sizlər üçün danışım, söylüyüm. Ürəyinizdən keçən xüsusi xidmətlər varsa, kosmetologiya xidmətləri varsa, üst tutacaqsınız Tələt Şıxəliyev 14-də Belinay Estetik Mərkəzə və həkim kosmetoloq Səadət xanım Həsənovaya dərin təşəkkürlərimi bildirirəm. Çünki burada botoks var, dolğu var, mezoterapiya var, azonterapiya var, təbii gel var, burnumuzun korreksiyası var. Yəni təbii yolla əməliyyatsız əgər burnumuzun ölçüsünün kiçilməsini istəyiriksə, korreksiya eləməsini istəyiriksə, mütləq şəkildə üst tutacağıq və hernopeeling var, mezosaplar var, əziz xanımlarımız. Qırışlarınız varsa, artıq yaşınızın üstünə yaş gəlirsə və artıq hiss eləyirsiniz ki, üzünüzdə qırışlar var. Mən hər zaman tamaşaçılarımıza söylürəm ki, əziz tamaşaçılarımız, güləyin, mehriban olağın, səmimi olağın, təbii gülə. O yalancı gülüşlər var, üzümüzdə artıq qırış yaranıb o yalancı gülüşlərdən. Əgər bax belə qırışlarınız varsa, düşünmədən gedirsiniz Belinay Estetik Tibb Mərkəzinə, həqiqətən də o qırışlardan çox asanlıqla, heç bir belə deyim də, incitmədən sizi, zərər vermədən çox rahat bir yolla azad olacaqsınız həmin o gözəl qırışlardan. Bir daha ünvanını xatırladıram. Tələt Şıxəliyev, Bakı şəhəri, Tələt Şıxəliyev 14, Belinay Estetik Mərkəz və həkim kosmetoloq Səadət xanım Həsənovaya dərin təşəkkürlərimizi bildiririk. Zəhmət olmasa çarxımızı izləyək və ardınca isə davam edək. Əgər gözəlləşmək istəyirsinizsə, Belinay Estetik Mərkəzinə Səadət Həsənovaya müraciət edin. İndi də gəlmişəm botoksa. O cavanlaşmanı saxlamaq üçün Belinay Estetik Mərkəzinə müraciət etsinlər. Bugün Səvidə xanıma cavanlaşma prosedurlarından biri olan Business Lady və yaxud da Smooth cavanlaşma proseduruna etdik. Əməliyyatsız, kəsiksiz, qansız, anesteziyasız üz dartma effektini almaq olur. Tutuldum neden? Seni ben sevdim bilmeden. Seni bıraktığım günden hiç kimseye güvenim yok. Sevdaya tutuldum neden? Seni ben sevdim bilmeden. Seni bıraktığım günden hiç kimseye
kimseye güvenim yok. Ağlasan ağlarım, karalar bağlarım, kalbimi dağlarım o günden. Ağlasan ağlarım, karalar bağlarım, kalbimi dağlarım o günden. Ağlamak boşuna, gülmek boşuna, sensiz yaşamak, ölmek boşuna. Ne yapsın bu gönül, vefasızı sevdi, uğrunda sevilmek, sevmek boşuna. Sevdaya tutuldum neden? Seni ben sevdim bilmeden. Seni bıraktığım günden hiç kimseye güvenim yok. Sevdaya tutuldum neden? Seni ben sevdim bilmeden. Seni bıraktığım günden hiç kimseye güvenim yok. Ağlasan ağlarım, karalar bağlarım, kalbimi dağlarım o günden. Ağlasan ağlarım, karalar bağlarım, kalbimi dağlarım o günden. Ağlamak boşuna, gülmek boşuna, sensiz yaşamak, ölmek boşuna. Ne yapsın bu gönül, vefasızı sevdi, uğrunda sevilmek, sevmek boşuna. Teşekkür edirik, çox sağ ol, minnətdarıq Əbubəkir gözəl ifaya görə və tamaşaçılarımız SMS yazıblar. Tamaşaçılarımızın SMS-lərini səsləndirim sizlər üçün. Əziz tamaşaçılarımız Sərkər ifalarını çox bəyənirlər, yazırlar bax bayaqdan, çox söylürlər bizə. Sabahınız xeyir olsun, mən sizin verilişinizi çox sevirəm, həmişə izləyirik. Əbubəkirdən bir mahnı artıq dinlədiniz, əziz tamaşaçılarımız. Gürcüstanın Ahnuşqa bölgəsindən Abamusli Arifov yazdı bunu bizə, çox sağ olsun. Buradan mən Abamusli müəllimə salam göndərirəm, o da bizim vətən oğullarından biridir. Teşekkür ederim. İgid bir ərdir, mən onu salamlayıram, Müslim müəllimi, Gürcüstanda yaşayır. Gürcüstanda yaşayan bütün Azərbaycanlıları salamlayıram ümumiyyətcə. Teşekkür edirəm, minnətdarım. Salam, hər vaxtınız xeyir olsun, qonaqlarınızı salamlayıram, hər birinə dərin teşekkürlər. Hamısının ifaları ayrı-ayrılıqda çox gözəldir, sağ olun, əziz tamaşaçılarımız. Səbuhi bizə yazır, salam, sabahınız xeyir olsun. Çox gözəl şeir dediniz, bravo, mənim də şeirdən xoşum gəlir, Axsıl Səbuhi. Teşekkür edirəm, əziz tamaşaçılarımız. Paytaxtımızdan bizə yazırlar, hər kəsə salam göndəririk. Deməli, qonaqlarınızın səsini çox bəyənirik. Teşekkürlərimizi bildirirəm hər kəsə. Bütün tamaşaçılarımıza, SMS yazanlara, Oğuzdan bizə yazırlar, salamlayırıq. Qonaqlarınızı çox bəyənirik, söylürlər. Təşəkkür edirəm. Valla o qədər SMS yazırsınız, gözüm qamaşır artıq. Bütün tamaşaçılarımıza təşəkkürlərimi bildirirəm. Çox sağ olun ki, bizə baxırsınız, izləyirsiniz mənim əzizlərim. Və zəhmət olmasa, çox xahiş edirəm, Elgün, sən danış biraz. Bax, bizim bu idmanla məşğul olmaq istəyənlərə tövsiyələrini söylə, bir peşəkar idmançı olaraq. Bəli, indi artıq şükürlər olsun rəhbərliyimizin göstərdiyi qayğıdır. Cənab Prezidentimizə təşəkkür edirik. Artıq bilirsiniz, əvvəllərə qayıtsaq, idmana o qədər bağlılıq yox idi. Bugünkü gündə yəni şükürlər olsun, hansı qəsəbiyə biz üst tutacaq, hansı rayona üst tutacaq, artıq komplekslərimiz var, idman komplekslərimiz var və axının olduğunu hiss edirik, görürük. Və bizə də, yəni bildiyiniz kimi, torpaqlarımızın 20% işğal altındadır. Əlbəttə ki, bizə igidlər, ərənlər lazımdır ki, bizim o torpaqları qaytarmaq üçün, geriyə qaytarmaq üçün. İnşallah ki, ona da qayıdır olacaq. Bizim güclü hərbimiz var, güclü idmançılarımız var və biz buna layiq olacaq. İdman fəaliyyətimizlə də şükürlər olsun, artıq Asiya çempionu adına da layiq görüldük və məqsədimiz, bayaq dediyim kimi, dünya arenalarında bayrağımızı dalğalandırmaq və biz Laçın İdman Klubu olaraq fəaliyyətə başladıq və Qarabağın, Laçının Azərbaycana olduğunu dünya arenalarında göstərib sübut eləmək üçün.
Təşəkkür edirəm sizin də DTV kanalının rəhbərliyə, Əminə xanım sizə, Qurban bəyə təşəkkür edirəm. Bizi dəvət elədiniz yenidən. Minnətdaram sizə də. Təşəkkür edirəm, çox sağ ol. Əziz tamaşaçılarımız, bu günləri bir doğum günü də var. Mənim əziz dayımın doğum günüdür bu günləri, Kamil dayımın doğum günüdür. Çox istəyirəm, Kamil dayı səni öpürəm, bağrıma basıram və oğlu təbrik eləyir, Ruslan təbrik eləyir onu, qızı təbrik eləyir, həyat yoldaşı təbrik eləyir, bütün qohumları təbrik eləyir. Biz sizi çox istəyirik. Hər zaman sizinlə söhbət, hər zaman sizdən həm söhbət olmaq bizim üçün çox xoşdur. Çünki bir həqiqətən də ziyalı ilə ünsiyyətdə olmaq insana çox böyük zövq verir. Çünki çox şeylər öyrənirik biz sizdən. Allah sizə can sağlığı versin. Hər zaman övladlarınızın, ailənizin gözəl sədalarını eşidəsiniz və inşallah ki, biz artıq Ruslanın toyunu görmək istəyirik və ümid eləyirəm ki, yaxın günlərdə bu bizə qismət olacaq mənim əzizlərim. Öpürəm sizi bir daha, təbrik eləyirəm və istəyirəm ki, əlaqə telefonlarını xatırladım bir daha. Bəhruzun əlaqə telefonu 050-371-73-74, əziz tamaşaçılarımız. Əbu Bəkirin əlaqə telefonu 051-665-86-45, Rəşad Abbasovun telefonu 077-611-20-20, Sərkarın əlaqə telefonu 051-736-57-57. Çox pozitiv bir gəncsən Sərkar, həqiqətən də müsbət enerji gəlir səndən mənə. Və təşəkkürlərimi bildirirəm hər kəsə. Elektrik alır. Elektrik gəlir səndən studiyamıza doğrudan da. Və əziz tamaşaçılarımız salamlarımızı göndərib bizi hal-hazırda izləyirlər, baxırlar. Biz müğənni Elvini də salamlayırıq, Əbu Bəkir, deyilmi? Bizə baxır, hal-hazırda izləyir. Elvin sənə də salamlarımızı göndərir. Elvin qardaşımız da salamlayırıq. O da gözəl müğənnidir. Eşq olsun ona. Bu günləri gülüm oxuyan olmadı bizim üçün oxuyan. O səviyyən müğənnidir. Bəli, və yaxın günlərdə inşallah ki, yenidən efrimizdə görəcəksiniz. Heydər bəy bizə baxır, salamlarımızı göndərik. Həmzalı bəy bizə baxır, salamlarımızı göndərik. Təşəkkürlərimizi bildiririk. Çox sağ olsunlar ki, daimi tamaşaçılarımızdır, daimi izləyicilərimizdir. Rəşad, səndən zəhmət olmasa ifa işidək, canlı. Daha sonra davam eləyək. Buyur Sərkar. Sərkar qardaşımızdan canlı ifa eləyərik. Buyur, gəlsin. Gələcək gözəl ifəziz tamaşaçılarımız, mən isə sizə birazdan bizim sponsorumuz olan Bizim Evdən danışacağım. Tabip sen elleme benim yaramı, benden ömrümü çalanı getir. Kabul etmem bir gün eksik olursa, benden bu ömrümü çalanı getir. Bir gitara bul getir. Saçlarımı yol getir.
Təşəkkür edirəm. Çox sağ ol Rəşad. Minnətdaram gözəl ifaya görə. Reklamlarımızın vaxtı Sərkər sənə dərin təşəkkürlər. Çox sağ ol. Əhsən olsun sənə. Bizim evdən danışım. Sizə Bakı-Sum qarşı şossesinin 7-ci kilometrliyində yerləşən bizim ev mebel şəhəri. Geniş hafta dayanacaq sahəsinə malik, fərqli qiymət strategiyasına görə bənzərsiz ticarət məkanıdır. Nəinki Azərbaycanda, hətta Qafqazın da ən böyük mebel kompleksidir. 70-dən çox brend mağazanı özündə birləşdirir. Əziz tamaşaçılarımız, Türkiyə, İtaliya, Çin, Malayziya və Azərbaycan istehsalı olan mebellər orada satılmaqdadır. Hər zaman şok endirimlərlə yenicə ailə qurmağa hazırlaşan xanımlarımızın yolunu gözləyir. Odur ki, siz də gözəl endirimli şərtlərlə, şok endirimlərlə gözəl mebel dəstləri əldə eləmək istəyirsinizsə, yolunuzu bizim evdən salın. Bizim ev, həyatı sev. Çarx izi, ardınca davam edək. Lap bezdirdiniz əməli. Sənədən bu boyda şəhəri gəzmişik. Heç nə bəyənmədiniz. Gəlin çıxaq gedək evə. Evə niyə akşı? Bəsərə. Bəs qızın cehizi? Əsəbləşməyə ehtiyac yoxdur. İndi mebel almağın çox asan yolu var. Qafqazda yeganə mebel şəhəri. 70-dən çox brend. İl boyu kampaniyalar, yerində kredit və hədiyyələr. Bizim ev mebel şəhəri. Dünya mebeli bir ünvanda, bir məkanda, Xırdalanda. Bizim evdə, Riyadda. Bəli, əziz tamaşaçılarımız, davam edirik. Bizim evə dərin təşəkkürlərimizi bildiririk. Hər birinizə dərin təşəkkürlər. Çox sağ olun. Nilgün, çox sağ ol gəldiyinə görə. Bəhruz, çox sağ olun. Minnətdaram. Uğurlar arzu edirəm sizə. Qarşıda da hansı yarışlar varsa hər birində uğurlar diləyirəm və inanıram ki, inşallah hər şey gözəl olacaq və belə də gözləyirik sizdən. Sərkər, dərin təşəkkürlər. Minnətdaram sənə. Çox sağ ol. Bu günləri həqiqətən də hər kəsi müşahidə elədin. Çox sağ ol. Minnətdaram. Dərin təşəkkürüm bilirəm. Vallah, burada olmaq xoşdur. Sizin elə o gülər üzünüz bizim üçün milyonlardır. Həqiqətən çox gözəl ab-hava var. Qardaşlarımız, sizlərə hər birinizə təşəkkürümü bildirirəm. Dünya televiziyasının rəhbərliyinə minnətdarım bilirəm ki, biz gənclərə dəstəksiniz. Allah razı olsun. Pərviz, çox sağ ol, sənə də minnətdaram. Pərvizin də bir əlaqə telefonunu söyləyə, zəhmət olmasa. 050 497 59 82. Hərdən deyirlər ki, siz Pərvizlə qardaşsınız. Baxım, çox oxşuyuruq bir-birimizə. Bənziyirsiniz, bəli. Yəni, doğrudan bənziyirsiniz. Valla, çox adam deyir ki, qardaşıq. Yəni, elə qardaş kimiyik. Bəli, həqiqətən də elə yaxın dostlar var ki, bu həyatda elə qardaşdan da irəlidir insana, bəli. Təşəkkür edirəm Sərkər, çox sağ ol. Rəşad, çox sağ ol sənə. Gözəl ifalarına bu neşdi, canlı ifanda eşitdiyi əsən olsun və gözləyirik inşallah kefirlərimizi. Əbu Bəkir, minnətdaram sənə. Hər zaman bax, bu gözəl uğurların davam eləsin. Uğurlarla baxaq, biz də sevinək bir Azərbaycan vətəndaşı olaraq. Gözləyirik inşallah hər birinizi. Sizlərə dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Əziz tamaşaçılarımız, mən sabaha qədər sizlərdən ayrılıram. Hər birinizə dərin təşəkkürlərimi bildirirəm. Əlaqə telefonlarını bir daha xatırladıram. Sərkarın əlaqə telefonu 051 736 57 57. Rəşad 077 611 20 20 və Əbu Bəkir 051 665 86 45, Bəhruz 050 371 73 74. Sərkər, zəhmət olmasa bir gəl yanımıza. Bir gözəl lirika, bu günləri təbə gətirmirsən bu milləti, bu insanları. Bəhruz, bir gözəl şeir gəlsin səndən. Ardınca məndən və gözəl ifayla sağollaşırıq. Gözəl Laçınımıza aiddir bu şeir. Deyir, tarix mi tamamdır vədən mi çatdı? Susub kiriməzdin kilidin Laçın. El səni tərpənməz qala bilirdi. Bəs niyə yerindən tərpəndin Laçın? Coşan hərarətin qaynayan qanın, ürəkdə təpərin, cismidə canın. Ağbirçək anamız Azərbaycanın. Ən gözəl balasının biriydin Laçın. Möcüzə baş verər el sənə gələr. Ay Bəhruz qaydar bu devranca gələr. Bu qoca tarixdir bir zaman gələr. Bir gün eşidərsiniz, diridir Laçın. Bir gün eşidərsiniz, diridir Laçın. İnşallah Laçınımızı azad eləyərik. Məğfur düşmənlərimizdən azad eləyəcək, o günlərə qayıdaq.